Geyimimiz, hukukumuz biridir. Şagirdidir hamamızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla aşırdık, yanırdık. Özümüzü biz hamıdan ağılır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğu, qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu, qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri. Hazırladığınız tədbirimizi görməyə çox şadıq. Hoş geldiniz. Sizləri Leylək həyatımızda aldığı tədbirə baxmağa dəvət edirik. Ümid edin ki tədbir lezzetli olacak. İlk önce sözü məktəbin direktoru Yuri İsmailova verək. Bir daha sizi hoş gördük tədbirdə. Məktəbimizdə bilirsiniz, axır vaxtlar ənənəvi halalı. Bütün tədbirlər çox xoş keçirilir, məsuliyyətli keçirilir. Bugün də bilirsiniz ki, riyaziyyətlə bağlı tədbirdir. Riyaziyyətlə bağlı tədbirdir, ona görə yığışmışıq və tədbirimiz yəqin ki, sizə çox xoş təfəkkürat bağışlayacaq. Və bilmədiyiniz, öyrənmədiyiniz,
eşitmədiyiniz məlumatları biləcəksiniz. Doğrudan da uşaqlar, riyaziyyat elmi həqiqətən doğru deyiblər, elmlərin şahıdır. Hər bir elmi açarı riyaziyyatdır. Yəni, riyaziyyatı bilməyən, riyaziyyatı dərk eləməyən heç bir insan başqa fənləri, təbiəti, dünyanı dərk eləyə bilməz demək var. Ona görə də insan formalaşanda, cəmiyyət formalaşanda daha doğrusu, mən belə başa düşürəm və elə də öz fikrimi sizə çatdırıram ki, ilk yaranan elmlərdən biri riyaziyyat elmi. Biri təbiət elmi kimi astronomi elmi olub, hamıya məlumdur. Biri də riyaziyyat elmi. Bundan sonra başqa elmlər demək olar ki, tədricən inkişaf edərək onlardan sonra meydana gəlmişdir. Ona görə də riyaziyyatı hər birimiz sevə-sevə öyrənməliyik. Hər birimiz sevə-sevə çalışmalıyıq ki, riyaziyyat, bayaq dediyim kimi, beynin açarıdır. İnsan beynini ən çətin dərk elədiyi elmlərdən biri olsa da, eyni zamanda ona qayğı ilə, diqqətlə, sevgi ilə yanaşanda ən asan elmi olur həm də. Buna görə də riyaziyyatı sevməyiniz vacibdir. Riyaziyyatı yaxşı oxumalısınız. Mən indi bugün sizin vaxtınızı çox almayacağım. Hər halda Bərzə müəllimə də təşəkkür edirəm. Bərzə müəllimin hazırladığı bu tədbirdə iştirak edən hər bir şagirdimizə təşəkkür edirəm. Onlara uğurlar arzulayıram, davamlı olsun və doğrudan da bundan sonra mən güman edirəm ki, demək olar burada dinləyici kimi iştirak edən əksər şagirdlərimizdə də riyaziyyat elminə sevgi, maraq artacaq. Və bundan sonra riyaziyyat elmini dərk edə bilən hər bir uşaq istər-istəməz başqa fənlərdə yaxşı oxuyacaq. Ona görə sizə bu yolda uğurlar arzulayıram, sizə açıq zehin arzulayıram, sizə riyaziyyatı dərk eləmək qabiliyyəti arzulayıram. Çox sağ olun. Alman alimi Faust demişdir, riyaziyyat elmlərinin şahı, hesab isə onun tacıdır. Alman filosofu Kant ise demiştir, elm yalnız ona riyaziyyat daxil olduğuna göre elmdir. Bilirsinizmi, riyaziyyat qədim Yunan sözü olub, matema sözündən götürülür. Dilimizdə hər mənası birikənmə, elmlənmə, dərk etmə kimi başa düşülür. Riyaziyyat sözünə ilk dəfə bizim eradan əvvəl 550-ci ildə Pifaqor məktəbində rast gəlmişdir. Pifaqor həm də riyaziyyat tarixinin ən çox tənlik yaradan alimidir. Riyaziyyat nədir? Riyaziyyat insanlık tarixinin ən qədim elmlərindəndir. Bütün elmlərin açarı hesab edilir. Onun köməyi ilə kainatı anlamaq olar. Sözü verək 701 sinifinin şagirdi Zərfəyə. Mən şanlı qüdrətimlə bağlı sirlər açaram, günəş kimi aləmə parlaq işıq saçaram. Elmlər aləmində şəksiz padişaham mən, insanlara hər zaman yenilməz pənaham mən. Hər müşkülü taparam, kubun, həm kvadratın, kök altından çıxaram dərdin, sərin həyatın. Məndə olan bu qüvvət deyin görün kimdə var, bu dünyada həmişə mənəm sahib ixtiyar. Riyaziyyat dünya qanunu ruhlarını açmaqda, təbiət və cəmiyyət hadisələrini öyrənməkdə, kainatın sirlərini aşkar etməkdə qüdrətli bir vasitədir. Riyaziyyat və onun öyrənilməsi fəlsəfi əhəmiyyət kəsb edir. O dünya görüşü xarakterləri, nəşrlərə müdaxilə etməyə qabildir. Riyaziyyat elminin də özünə məxsus estetik xüsusiyyətləri, romantikası var. Buna görə də onun öyrənilməsi əhəmiyyət kəsb edir. İndi isə riyaziyyata həsr olmuş şeiri dinləyək. Çıxış edirlər 701 sinif şagirdləri. Bəşəriyyətlə həmyaşıddır, dahilərin sirdaşıdır, fizika, kimya qardaşıdır, elmlərə sultandır riyaziyyat, sonsuz bir ümmandır riyaziyyat. Himayədarı ilahidir,
həm yazılı, həm şifaidir. Məntiq onun silahıdır. Teorem, lemma, aksiyondur deyəcək. Sonsuz bir ünvandır deyəcək. Memara, rəssama gərəkdir. Həkimlərə, başçılara köməkdir. Çalışqandır və zirəkdir. Tənbəllərlə düşməndir riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Müxtəsərdir, eynilikdir, bərabərsizlikdir, tənlikdir, sanma qurur düzənlikdir, cəngəllikdəki orman riyaziyyat, sonsuz bir ünvan riyaziyyat. Piramida, konus kirə, nöqtə düz xətt, dairə, parça bucaq və çevrə, tənbəlin mediandır riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. Qüvvət olsun yenə bucaq, laqativdir riyaziyyat, törəmə yaxud integral, öyrənsən çox asandır riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. Aydın olur kəsirdir o, qarışıq bir kəsirdir o, alınmaz bir kəsirdir o, əbədi qalandır riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. Həm manfidir, həm də müsbət, həm harfidir, həm də nisbət. Həm böləndir, həm də qismət, cəmlə toplanandır riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. Pifagor Paris babasıdır, Arximed Evklit atasıdır, İpana Sofya anasıdır, övladları Haus Elef, Xəyyamdır riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. X dəyişən kəmiyyətdir, 0 nə mənfi nə müsbətdir, tənasüb bərabər nisbətdir, tənböləndir median, riyaziyyat, sonsuz bir ünvandır riyaziyyat. Olmayan riyaziyyatçı heç zaman həqiqi riyaziyyatçı ola bilməz. Hilbert isə demişdir, riyaziyyat qaydaları simmetriyanı və məyyərliyi aşkar edir. Bu isə ən gözəl olanın marif şəklidir. Doğrudan da həyatda gözəl olan hər şeydə simmetriya yoxdur. Hətta rəqsdə belə simmetriya olduqda daha gözəl alınır. İndi isə şagirdlərimizin ifasında bir rəqsə baxaq.
sistemlərin təməli kimi qəbul edilmir. Onun fikrincə hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasını sevinən Pifaqor kainatdaşı bəzi anlayışların qarşılığında rəqəmlərlə ifadə edilir. Onun fikrincə hər şey bir rəqəmlə müəyyənləşdirilə bilir. İndi isə şagirdlərimizin ifasında rəqəmlərin mübahisəsini dinləyək. Əziz rəqəmlər, biz bugün riyaziyyat həyatımızda tədbiri keçiririk. Siz öz aranızda hər hansı bir rəqəmli rəhbər seçməlisiniz. Əminəm ki, siz ədalətli olacaqsınız. Buyurun, öz rəhbərinizi seçin. 8 bacı olurdu, 3 nəvəmdir, 4 balam. Rəqəmlərin içində hamıdan axsaqqalam. Birlikdə dərrakədə dünyaya gəlmişəm tək. Məclisin rəhbəri də mən olam gərək. Sən 59 qara, yersiz keçib qabağa. Rəqəmlərin içində ən qocası vaiddir. Rəhbəri işi yalnız tək işlərə aiddir. Məndən yarazdınız siz, yersizdir bu davamız. Nəvəmlə seçərsiniz, mən olmuşam babanız. Düz danış, ay quru, mən səndən yaranmışam əgər. 10 dəfə böyüyərsən, sağına keçsəm əgər. Bir virgüllə götürüb keçsəm dərhal arxana, 10 dəfə kiçilərsən, baha oturar sənə. Loblanma sıbıcım, səninki qiymətin yox. Səhv edirsən bir qardaş, mənə tay olaydın kaş. Bəlkə sənin yanında yoxdur hörmətim mənim, ancaq hesab elmində çoxdur şöhrətim mənim. Məxrəcinə düşən təl, kəsri sonsuz edirəm. Qədrimi bilmirsiniz, mən də küsüb gedirəm. Bilirsiniz əzadan, sevməyirəm yalanı. Təşdir sadə ədərdən, bilmərəm cüt olanı. Cüt ədərlərdə mənə bölünmürəm qalqsız, məndən qabaq yoldaşlar, danışırlar çox haqsız. Ədalət varsa əgər, mən olmalıyam rəhbər. 9 kvadratındır, 2 mislimdir 6. Mən idarə eyləyəm, gərək bu təşkilatı. 2-nin 3 misliyəm, 3-ün 2 misliyəm. Rəqəmlərin içində mən hamıdan hisliyəm. Mən olmalıyam rəhbər. Şanım var, şöhrətim var, yadınıza salın siz, həftədə 7 gün var. 7 rəngli ağ işıq əvvəl gündən olmuşam, rəqəmlərə yaraşır. 7 gözəl adlanır, Nizaminin dastanı, 7 qardaş ulduzla bəzəyir asimanı. Ədalət varsa əgər, gərək mən olan rəhbər. Eyləmişəm özümə, düz danışmağa peşə. Uşaqlar çox istər, yoldaş olar peşə. Ulduzda da 5 güşə, ikilər də istəyir, çalışıb çatan peşə. Özünüz anlayırsınız, aram yoxdur tarifə. Ədalət varsa əgər, mən olmalıyam rəhbər. 2-nin kvadratı həm 2 misliyəm. Rəqəmlərin içində mən də hamıdan misliyəm. Bir ayda 4 həftə var, bir ildə də 4 fəsil. Məclisin rəhbəri də mən olmalıyam əsl. Mən də məşhur 8-əm, daimdir qoca 9. Stol uzansam, dərhal olaram sonsuzluq. 3-0-la qurtaran bütün rəqəmlər mənə qalıqsız görünürlər. Sözünüz varmı yenə? Ədalət varsa əgər mən olmalıyam rəhbər.